Xəstəmizin 39 yaşı var. Ankilozlaşan spondilartrit, yəni Bexterев xəstəsidir. Uzun illərdir müalicə alıb bizim yanımıza təxminən bir ay bundan əvvəl gəlib. Yanlışlıqla çox böyük dozada hormonal dərmanlar təyin ediblər. Ağrı kəsicilər, həzm traktında problemlər əmələ gəlib. Artıq 2 sənə hormonun dozasını yarı-bayarı azalda bilmişik qan analizlərinə əsasən. Amma hormonun dozasını azaltmamıza baxmayaraq, xəstənin ağrılarında da əməlli azalmalar var. Ankiloz yoxdur, hərəkətlilik var. Yəni, xəstənin bugünkü vəziyyəti də onu sübut edir ki, həqiqətən də ağrının artması ilə hormonun dozasını artırmağa heç bir ehtiyac yoxdur. Bu cür xəstələrdə, ankilozlaşan spondilartritdə demək olar ki, hormonal dərman preparatlarına heç bir ehtiyac yoxdur. Nəinki hələ onun ağrı artdıqca onun dozasını artırmağa ehtiyac olsun. Salam, sabahınız xeyir olsun. Həkim-sən verilişinə baxırsınız. Revmatoloq osteopat Əli Əlizadə studiyamızdadır. Nəzərinizə çatdırın. Buyurun, Vertex Revmatologiya və Osteopatiya mərkəzinə qəbullar var. Müraciət eləyə bilərsiniz. Əli həkim, xoş gördük. Necəsiniz? Sizi də çox xoş gördük. Sağ olun. Təşəkkür edirəm gəldiyinizə görə. Çox sayda xəstə müraciəti və bir çoxu yanlış müalicələr, yanlış müalicələrin fəsadı, amma yenə də nəticə etibarilə biz sağalmaq istəyirik. Ağrılara məhəl qoymadan hərəkət edən çox sayda insan var. O sırada idmançılar da var, fizioterapiya, bilgisiz şəkildə edənlər var, yaşlı insanlar var. Hətta bir çoxlarımız yəqin ki, mənimlə razılaşır, deyirlər ki, ağrıyana qədər, hətta ağrıya belə dözərək hərəkət etməlisən, yükləməlisən, dizləri, oynaqları, əzələni. Bu nə dərəcədə doğrudur və bizi nə gözləyir? Əvvəla, orada çox gözəl qeyd elədiniz. Sadəcə bir dənə də əlavə düzəliş eləmək istəyirəm ki, daha doğrusu düzəliş yox, əlavə eləmək istəyirəm ki, xəstə var ki, bu struktural xəstələrdən gedir, struktural xəstəliklərdən əziyyət çəkən insanlar əqidəsində ancaq bir fikir tutur ki, nə olur olsun, təki ağrımayım. O birisi isə başqa bir, bu tamamilə yanlış addımdır. Bir dənə də başqa yanlış addım var ki, nə olur olsun ağrılara dözüm, güya çox dözəndə özümü dərmana öyrəşdirməyim. Yəni, bu da bir yanlışlıqdır. Lazım olanda dərman da qəbul etmək lazımdır, lazım olanda ağrıya da dözmək lazımdır, lazım olsa hansısa problemi həll eləmək də lazımdır. Amma ağrıların bütün hallarda biri var əsas səbəbi, biri var nəticəsi. Yəni, xəstənin, məsəl üçün, ayağında ağrılar var, deyir, tək ayağım ağrımasın. Hətta o qədər rast gəlib ki, ayağına fizioterapiya, reabilitasiya olmazın, SVT olunur, başqa-başqa prosedurlar, güya ayaq müalicə edir. Müayinə eləyəndə görürsən, səbəbkar beldədir, səbəb beldədir. Yəni, səbəbkar yerində qalıbsa, biz nəticəni aradan qaldıra bilmərik. Müvəqqəti olaraq ağrısı kəsilsə də 20 gün, bir aydan sonra yenidən həmin ağrılar bərpa olunacaq. Bu operasiya, cərrahi əməliyyatlara da aiddir. Hansı ki, səbəbkar qalır yerində, nəticəni aradan qaldırırlar. Məsələn, ağrının səbəbi hansısa deformasiyadır, çanağın əyriliyidir, rotasiyadır, kompensator yırtıq əmələ gəlib, yırtıq əməliyyat olunur, bir aydan sonra ondan da böyük əmələ gəlir. Və yaxud da ki, 2 dəfə xəstə var, 3 dəfə məndə bu saat xəstə var, 3 dəfə yırtıqdan əməliyyat olunur, amma yenə ağrıdan ölür. Altda yatan səbəbi araşdırmıram. Səbəblər, çünki səbəb başqadır, nəticə başqa. Və yaxud da ki, artrit xəstələri, revmatoid artrit, iltihab var, xəstənin ağrısı var, hansı hormonal dərman qəbul eləyir. Xəstənin ağrısı artır, bəzən yanlışlıqla, bəzən həkim yanlışlıq ilə, bəzən xəstənin özünün öz başına müdaxiləsi ilə ağrı artdıqca hormonun dozasını başlayırlar artırmağa. Elə bilirlər ki, onu artıranda daha da yaxşı olacaq. Tamamilə yanlışlıqlardır, yanlışlardır. Bəli, bəzən hormonun dozasını artırmaq da, azaltmaq da lazım olur. Amma bu həmişə də belə deyil. Əgər iltihab azalırsa, istər-istəməz hormonal dozalar, hormonal dərmanların dozası azaldılmalıdır. Baxmayaraq ki, əgər xəstənin hələ ağrısı varsa və yaxud da ağrı daha da artıb, iltihab azalıb, xəstənin ağrısı artıbsa, o deməkdir ki, burada əlavə problemlə axtarmaq lazımdır. Ya yanaşı xəstəliklər var və yaxud da ki, iltihabın səbəbindən deformasiya baş verir.
ya ağrı kəsicilər təyin olunur, eləyirlər və yaxud da ki, hormonal dərmanların dozasını artırır. Bu, çox zaman rast gəldiyim mən praktikada görürəm ki, çox zaman xəstə öz başına ya ağrı kəsicilərə aludə olur, ya da hormonal dərmanların dozasını artırır. Hətta bəzən başqa təyin olmuş dərmanları dayandırırlar, görür ki, hormonal dərman dozasını artıranda bir müddət ağrımır, ağrısı kəsilir. O birisi dərmanların hamısını saxlayır, baxmayaraq ki, ona müxtəlif dərmanlar yazılmışdı, yanaşı hormon da yazılmışdı, amma xəstə görür ki, 10 atandan sonra ağrıları sakitləşir. Elə bilir ki, o birisi dərmanlar da lazım deyil, onları kənara qoyur. Bir dənə tutur hormonal dərmanlardan. Biz çox şey öyrənməliyik. Bu da böyük fəsadlara gətirib çıxarır. Çox böyük geri dönən və geri dönməz fəsadlara gətirib çıxarır. Elədir. Əslində ağrı varsa, elə ağrıyan hissədə, nahiyədə ağrının səbəbini axtarıb tapmaq lazım deyil. Bəlkə də oradadır səbəb, bəlkə də başqa yerdədir. Amma yenə də burada diferensial diaqnostika, yəni ayırt etmək gərəkirsə, həkimin işi girir dövrəyə. Və unutmayaq ki, biz bəzən deyirik ki, anatomik bilgilər, məlumatlar ötürməliyik. Bu həqiqətən də belədir. Çünki bizim onurğamızın, sümüklərin, oynaqların hər birinin sağlamlığı əzələ və vətərin keyfiyyətindən asılıdır. Və bizdə ağrı varsa, güc o daşıma ağrı nədən qabiliyyətindən, onu öyrənmək lazımdır. Ha belə yüklə, ağrı kəsici iç, ha belə yüklə. Yüklədikcə də döz. İnsan var ki, həqiqətən də o ağrıdan sonra bəlli bir 48 saat müəyyən tədbirlər görür ki, əzələyə rahatlıq versin. Mütləq qaydada. Amma biz nə edirik? Tam tərsi. Biz rahatlığı ağrıda görürük. Yəni bu fiziki bilgisiz şəkildə idmanla məşğul olan insanlara aiddir. Çünki mən inanmıram ki, dediyimiz struktur problemi olan bilirsiniz, adicə məsəl üçün bu yaxınlarda bir dənə bir sosial şəbəkədə bir video paylaşmışdıq. Hansısa bir idman hərəkətlərinin xeyri barədə mən də görmüşdüm. Sual vermişdilər ki, bu hansı dərəcədə yoxdur dünyada elə bir idman növü ki, o bütün xəstələrə də xeyir eləsin. Hansısa bir orada müxtəlif götürüb rəylər yazıblar ki, deyəsən xəstələriniz azalıb ona görə. Yəni insana bəzən məsləhət verirsən ki, hansısa struktur xəstəlikdə əgər ziyan eləyirsə, bunu eləməyin. Hansısa kiməsə xeyir eləyə bilər. Amma həkim müayinəsi olmadan həkim konkret deyə bilməz ki, kimə xeyirdir, kimə ziyandır. Onu həkim müayinə eləyəndə bilir ki, sənə bu olar, sənə bu olmaz. Amma kimsə öz başına nəsə eləmək istəyirsə, eləməyə qadağan eləmirik. Eləsinlər. Amma görəndə ki, vəziyyətdə, bəli, orada çoxlu sayda rəylər var idi ki, həqiqətən də bizə ziyan elədi. Amma onunla bərabər də başqa rəylər də vardı ki, niyə qoymursunuz cəmaət sağalsın? Güya biz cəmaətin qabağını almışıq. Əksinə insanlara rahatlıq verən idman hərəkətləri, lazım olan hərəkətləri deyən adam birincisi mənəm. Mənə irad bildirirlər ki, niyə qoymursunuz cəmaət eləsin. Amma hansı ki, orada eləməyin sözü də deməmişik. Yəni, insanlar hər bir hərəkəti... Elə anlaşılır əslində. Yəni, yox, və yaxud da ki, elə anlamaq istəyir. O, biraz, yəni, IQ səviyyəsi, ağıl səviyyəsi məsələsi də var orada. Müxtəlif şey, hətta bəzən dilbədil, üzbəüz hansısa tapşırıq verdiyin insan belə gedir evdə öz bildiyi kimi eləyir, sonra da deyir ki, mən belə başa düşmüşdüm. Yəni, bu məsələlər də var. Amma o ki, qaldı insanın özünə, öz başına hansısa hərəkətdən xeyir tapması, bu mümkündür, bəli. İnsan bəzən, bu yanlış ola bilirmi? Bəzən yanlış ola bilir. Məsəl üçün, insan hansısa hərəkəti eləyir, görür ki, ağrıyır, o hərəkəti dayandırır. Gəlir, oturur. Hətta düzgün oturuş qaydasına riayət etmədikdə belə o xəstəliyini ağırlaşdıra bilir. Bizim xəstələrimizin %90'ına mən tapşırıram ki, yumuşaq yerdə, divanda, kresloda oturmaq olmaz. Çünki divan, kresloda oturanda insan oturaq qabarının üstündə deyil, olma sümünün üstündə oturur ki, bu da belin lardozunu düzləşdirir və yaxud da kifoza çevirir. Ki, bu da ya olan xəstəliyi ağırlaşdıra bilir, ya da yeni xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Orada çanağın torsiyası, rotasiyası, burulması, beldə yeni deformasiyaların, fəqərası disk yırtıqların əmələ gəlməsi və s. və ilə axır. Bu cür vəziyyətdə əgər yeniyetmə uşaqlar və yaxud ki, körpə uşaqlar bu vəziyyətdə oturursa, orada artıq yetkinlik yaşına çatana qədər deformasiyalar baş verir. Mən həqiqətən də belə ürək ağrısı keçirirəm ki, bəzən görürsən 15 yaşında, 16, 18 yaşında cavan uşaqdır, hələ orta məktəb bitirməyib, fəqərası diskin deformasi, degenerasiyası var, artıq fəqərası disk yırtığı var. Yəni, bu o yaş üçün xarakterik bir xüsusiyyət deyil, xarakterik. Hamısında səbəbi nədən?
o qədər idman hərəkətləri eləmir, demək olar hərəkətsiz həyat keçirir ki, bel əzəlləri zəifləyir və oturanda da düz oturmur, oturaq qabağının üzərində deyil, oma sümüyünün üzərində oturur və belin lardozu düzləşərək kifozlaşır, fəqərası deformasiyalar baş verir, diskin deformasiyası və fəqərası disk yırtığı əmələ gəlir. Bütün bəhs elədiyiniz o problemlər artıq nəticədir. Bunlar uzun müddət, yəni xroniki dediyimiz uzun müddətli skelet əzələ narahatlığı səbəbilə gəlir meydana çıxır. İllərlə müalicə alır və bir adamda demir ki, bala, düz oturmaq öyrənməsən, sən sağalmayacaqsan. Uşaq oldu, böyük oldu. Struktural problemdə əgər oturuş, duruş, hərəkət qaydalarına riayət eləmirsənsə, müalicənin birinci bazası oradan başlanır. Məsəl üçün, xəstə dizində artroz var, yeriyərkən, hərəkət eləyərkən ağrı verir, oturanda dincəlir, rahatlaşır. Bəli, biraz yaşlı şəxslər artıq yeriyə bilmir deyə daha çox həyat tərzini keçirir, yumuşaq divan kreslo. Bu səfər başlayır, onurğada problemlər, deformasiya daha da artır. Amma o hərəkətini davam etdirsəydi, amma düz yol yerimək olarmı o cür xəstəyə? Xeyr, olmaz, çünki deformasiya artacaq. Orada hansı hərəkətlər olar? Bunu demək lazımdır insana ki, burada yerdə oturub durmaq, uzanmış vəziyyətdə idman hərəkətləri, ayaqlı diz oynaqlarının hərəkəti, bu cür xəstələrə pilləkən qalxmağı daha çox məsləhət görür ki, pilləkən qalxmaq olar, enmək olmaz. Çünki dördbaşlı əzələni, bud əzəllərini daha da gərmək lazımdır ki, oynağa düşən çəki azalsın. Ki, qığırdaq daha çox deformasiyaya məruz qalmasın və yaxud da ki, xəstə yeriyəndə çəp yerirsə, əyri yerirsə, çanaqda əyrilik varsa, o əyrilikləri düzəltmək lazımdır. Hansı hərəkət olar, hansı hərəkət olmaz məsələsidir. Həkimlər arasında da anlaşılmazlıq yaradır. Xəstələr də çaşır qalır, deyir, bir həkimə gedirəm, deyir, hərəkət elə, bir həkimə gedirəm, deyir, hərəkət eləmə. İkisi də haqlıdır. Amma hansı diaqnozda, hansı hərəkət olar, hansı hərəkət olmaz məsələsi var. İndi hansısa həkimə müraciət edəndə öz reabilitasiyasını elətdirirsə ki, bu hərəkətlər eləmək lazımdır, burada məsuliyyəti birbaşa həkim daşıyır. Yox, xəstə özü öz başına hansı hərəkət edib problem törədirsə, burada artıq məsuliyyət xəstənin öz üzərinə düşür. Yəni, çünki həkim xəstə münasibətində xəstənin öz başına elədikləri var, həkimin tələbi ilə, həkimin istəyi üzərindən xəstəlik diaqnoza uyğun olunan hərəkətlər başqadır. Hər şey dərmanla, tabletlə həll olmur. Və burada da struktural xəstəliklərindən ana məsləyi ağrının dayandırılması deyil, ağrını törədən səbəbi aradan qaldırmağa yönəlməlidir. Yəni, xəstədə əzələlər çox zəifdir, onurğada əzələ çox zəifdirsə, burada tək ağrım kəsilsin məsələsini eləmək üçün o əzələni o qədər vəziyyətə gətirmək lazımdır ki, fəqərəni müəyyən məsafədə saxlaya bilsin ki, o da sağala bilsin. Nəticə etibarilə ağrımasaq gəlmirik, doktor. Əslində bizim üçün ən böyük silah ağrıdır, yaxşı mənada. Yəni, ağrının bir üst təbəqəsi də bilirsiniz. Amma biz onunla eləyirik, sonra gəlirik. Hətta heç gəlmirik. Gecikəndə də artıq onu gəlib ağırlaşanda lal edə bilmirik. Yox, onda da gəlmir, gətirirlər. Onda da öyle dil açıb danışır ki, orqanizm. Susturmaq olmur onu. Ha belə sustururuq dərmanla, müəyyən hərəkətlərlə və s. zamanla, özümüzə inandıraraq. Amma unutmayaq, məsəl üçün biz indi hansısa fiziki hərəkətlərdən yanlış və ya doğru yükləmələr və s. hər hansı bir səbəblə məcburi pozisiyalar, işimizə, peşəmizə görə yükləmələr ola bilər. İdman hərəkəti eləyən, futbol oynayan daha çox gənclərdə, məsəl üçün belə yükləmələr səbəbi ilə oynaqlarda sümük əzələ sistemində hər hansı bir problem meydana gəlir. Amma unutmayın ki, lokal deyil də ən uzaq bölgəyə yayılan ağrılar səbəbi ilə də gələn xəstələr var. Məsəl üçün, fiziki aktivliyi var, ayaqla, aşağı ətraflarına hərəkət edir, amma bir də görsün ki, uzaq bölgə dediyimiz boynunda, başında, çənəsində ağrısı var. Digər bir problem, digər tam uzaq bir məsafədə, bəli, ağrının əmələ gəlməsi. Nefrit artılır, gərilir. Məsəl üçün, təsəvvür edin ki, xəstədə məsəl üçün bel ağrıyır, axtarıb ağrının səbəbi. Bilirsiniz də, bizdə də bel ağrıyır, öz başına gedirlər, MRT çəkdirirlər. Doktor, getdim, MRT çəkdirdim, heç də çıxmadı. Heç də çıxmadı, o deməkdir ki, hamı orada mütləq yırtıq axtarır ki, yırtıq yoxdursa, deməli heç nə yoxdur. Məsəl üçün, bir yaxınlarda xəstə müayinə elədik. Xəstə uzun illərdir bel ağrısından şikayət edir. Axırda xəstənin ağrının səbəbi nə olsa yaxşıdır. Diafraqma evakuasiyasının sinxronluğun pozulması. Problem diafraqmadadır.
bel ağrı verir. Niyə? Çünki diafraqmanın ayaqcıqları gedib bel fəqərlərinə birləşir və aylarla, illərlə bunun belinə fizioterapiyalar, amma bir prosedurla sadəcə diafraqmanın o evakuasiyasını stabilləşdirməklə, yəni bu osteopatik prosedur aparılmaqla xəstə azadlığı, sağlamlığına qovuşdu. Ağrılardan xilas oldu. Hansı ki, illərlə ağrılardan əziyyət çəkirdi. Bel ağrıyır. Daha orada olmayan abdominal belə yoxlanmışdı, qarın boşluğu belə yoxlanmışdı ki, bəlkə orada nəsə oldu. Amma rentgenoloji olaraq, radioloji olaraq heç bir patologiya aşkar olunmur. Bunu ancaq əllə hiss eləmək mümkündür ki, hansı tərəfə dartılır və bunu da necə hiss eləyir osteopat? Ancaq əlinin hərəkətləri ilə. Qeyd elədiyiniz məsələyə uzaq məsafədə tamamilə fərqli nahiyəyə ağrıların vurulması, daban ağrısı ilə xəstə həkimə müraciət edəndə ki, bilirsiniz, bu saat dəbdə olan xəstəliklərdən biridir. Daban mahmızları, daban mahmızı müalicə etdirdim. Daban mahmızına görə daban əyilir, daban mahmızına görə ayaqqabının bir tərəfi yeyilməyə məcbur qalır və heç bir halda da problem dabanda deyil. Çox az 3-5% hallarda pəncə hissədə, metatarz hissədə problem ola bilir ki, plantar fasiyit verir, dabanda ağrılar verə bilir. Digər hallarda problem ya topuq, diz, çanaq, boyun, bel və ən nəhayət çənə oynağının problemi belə, sinxronluğunun, bu asinxronizmi belə dabanın altında ya həmin tərəfdə, ya əks tərəfdə daban mahmızın əmələ gəlməsinə səbəb olan amillərdəndir. Maraqlısı budur ki, doktor, ağırlaşmış vəziyyətdə daha doğrusu gəldiklərində belə müalicə oluna biləcək bir vəziyyətdir. Ən ağır vəziyyətdə belə müalicəyə alırıq, şans veririk, vaxt tanıyırıq. Ən azından çox ağır deformasiyalı xəstələr var ki, amma vaxtında gəlsək, müalicə olunacaq vəziyyətdir, vaxtında. Orqanizm boş yerə ağrımaz. Gecikmiş fazada hansısa hissənin heç olmasın deformasiyanın sürətini azalıb, xəstənin vəziyyətini yaxşılaşdırıb, ağrılardan xilas eləmək mümkündür. Bu yaxınlarda bir xəstə müraciət eləmişdi yuverin revmatoid artritlə. Birisi də yuverin revmatoid artrit, yəni uşaqlarda baş verən revmatoid artrit. Böyük dozada hormonal dərmanlar verilib, sonra da onun dozası azaldılmayıb, dayandırılmayıb, əlavə dərmanları dayandırıb, onu qəbul edib. Xəstə o qədər acınacaqlı vəziyyətdədir ki, bütün oynaqlar bükülmüş, biləklər kontraktura, dirsək kontraktura, barmaqlar kontraktura, diz kontrakturası, bütün hələ boyu kiçik qalıb normadan, yəni öz yaşıtlarından çox kiçik ölçüdə qalıb boyu da. Çünki hormonal böyük dozalı hormon dərmanların az yaşlı uşaqlarda uzun müddətli qəbulu boy hormonu da tormozlayır ki, insanın boy atmasına da mane olur, boyu qalır balaca. Elə bir acınacaqlı vəziyyətdə gəlib ki, artıq bir kurs müalicə ilə xeyli ağrılarını azaldıb yaxşılaşdırmışıq. Amma o kontrakturaları vaxtında müraciət eləsəydi, hamısı açıla bilərdi. Amma indi bir hissəsi, bəzi nüanslar var ki, onları özünə də xəbərdarlıq eləmişəm. Bu hissələrin açılması artıq ankiloz formalaşıbsa, tam ankilozlaşmış oynağın açılması artıq mümkün deyil. Ankiloz nə deməkdir? Yəni, o qədər iltihab prosesi olur ki, oynağın strukturu pozulur, tam sümükləşir, tunclaşır, yəni bitişmə baş verir. Oynağın tamamilə bitişməsi nəticəsində ankilozlaşma baş verir ki, bu da geri dönməz prosesdir. Heç olmasa digər oynaqlarını biraz açmaqla xəstəni nisbi sağlamlığına qovuşdurmaq mümkündür. Yaxşılaşdırma olacaq, o sağala bilməyəcək. Amma xeyli yaxşılaşması mümkün olur. Həyat keyfiyyətini artıra bilər ən azından. Bir də diferensial diaqnostika deyirik, hər zaman məhz bununla həkimlərin üzərinə hücum etməyi bacarırıq. Elə gözəl bacarırıq ki, əslində o diaqnostikada ilk olaraq yanlış, o səhvlərə yol verən biz özümüzük. Məsəl üçün, kiminsə boynu ağrıyır, kürəyi, çiyini ağrıyırsa, heç vaxt ağlına əzələ və əzələ qrupu gəlməz. Miofascial ağrı sindromu gəlməz. Çünki anlayışımız o qədərdir. Dərhal neyinirik? Ürəyim ağrıdır, çiynimə vurur, istədiyim, bildiyim, tanıdığım, dost, tanış həkim hamıya. Biz telefon vasitəsilə ya da MT edib yırtıq axtarırıq. Deyir, əşi yox, narahat olma. Virtual olaraq diaqnoz qoyulur və inkar olunur ki, bu ürək deyil. Və ya real olaraq inkar olunur ki, ürək deyil. Ürək deyilsə, həyatı vacib orqan deyil. Burada ağrımaq da olar, ağrını lal etmək də olar. Məhz ona görə xroniki, bax bu vəziyyətə salıb, narahatçılıqla sümük əzələ problemini əmələ gətiririk. Elə o ağırlaşmalara da səbəb olan amillərdən başlıcası odur. Çünki aylarla, illərlə ağrı kəsicilər
illərlə yaşamaq sonra daxili orqanlarda, həzm traktında da problemlərə gətirib çıxarır və o aylarla, illərlə davam edən fasial, miofasial ağrılar, əzələ gərginlikləri artıq hansısa ya sümük toxumasında, yaxud fəqərələrin bir tərəfə əyilməsi, gələcəkdə bir il, 3 il sonra deformasiyaların əmələ gəlməsinə səbəb ola bilir. Amma o ağrılar ilkin öncədən ağrı kəsicilərsiz düzgün aradan qaldırılanda, yəni səbəb aradan qaldırılanda, sonraki gələcəkdəki fəsadları da önlənmiş oluruq ki, hansı ki, xəstə 1 il sonra, 3 il sonra digər fəsadlarla qarşılaşmayacaq. Onun xəstə o ağrılardan qurtulanda gələcəkdə nədən qurtulduğunu bəzən bilmir. Amma başqa bir xəstənin üstündə nümunə göstərəndə ki, səndə də gələcəkdə bu ola bilər, bunu xəstə real olaraq bilir ki, hə, artıq məni bu addım gözləyir, bu hal gözləyir. Çünki xəstələrin tibbi savadı olmayanda onu diaqnozla izah eləmək düz gəlmir. Orada real görüntülərlə izah olunmalıdır ki, xəstə bugün budursa, sabah bu olacaq. 3 ildən sonra, 5 ildən sonra da bu halın baş verməsi mümkündür. Peki, məsləhət verəsiniz, nə etsinlər? Bundan sonra diqqətli olaq, harda, necə? Əvvəl oturaq həyat tərzi keçirən insanlar ən yaxşısı odur ki, aktiv həyat tərzinə mütləq aktiv əzələlərin aktivliyini artırmaq üçün gimnastik hərəkətlər etmək məcburiyyətindədirlər. Çünki əzələ tonusdan düşdükdə yaşla əlaqədar, yaş da biraz artandan sonra artıq 40-45 yaşın üzərində insanlardakı əzələ atrofiyalaşması daha sürətlə gedir. Bunu önləmək lazımdır. Bunu önləmək üçün də ən gözəl aktiv şərait evdə işdən yorğun gəlib evdə divana, kresloya yıxılmamaqdır. Heç olmasa stulda otursunlar. Yaxşı olar ki, oturub durma hərəkətlərlə etsinlər. İnsanlar yerdə oturub qalxmağı, heç bir ağrısı olmayan, xəstəliyi olmayan insan əgər yerdə oturub qalxa bilmirsə, bunun artıq problemi var, xəstəliyi var deməkdir. Sadəcə xəstə hələ o ağrılar başlamadan bunu önləyici hərəkətlər etməklə gələcək sağlamlığına qovuşmaq mümkündür. Xəstəni qovuşdurmaq mümkündür. Bunu insanlar özləri eləməsi daha yaxşıdır. Mən həmişə xəstələrdə məsləhət görürəm ki, divandan, kreslodan, rahatçılıqlardan biraz kənar olun. Çünki insan heç olmasa stulda oturmaqla belə sağlamlığını qorumaq mümkündür. Amma işdən hər gün yorğun gəlib, işdə də bütün günü oturuq həyat tərzi sür, gəl evdə də oturaq həyat tərzi, bu gələcəkdə 40 yaşın üzərində artıq hansısa problemlərin baş verməsi deməkdir. Ayaq üstündə dayanmaqla, evdə iş görürəm deməklə, xanımlar bəzən gəlirlər ki, bütün gün ayaq üstündəyəm, amma baxışdan deformasiyası çoxdur. Niyə? Çünki onu bütün gün ayaq üstündə saxlaya biləcək əzəliyə malik deyil. Əzələni o tonusa gətirmək lazımdır. İnsanın bütün günü ayaq üstə dayanması onun aktiv həyat tərzi sürürəm deməsi deyil. Burada əzəlləri gərmək lazımdır, yerdə oturub dura bilmək lazımdır. Bütün nə qədər 40 yaşın üzərində insanlar, elə 40 yaşa qədər də ola bilir. Bəzən 25-30 yaşında cavan şəxslər var ki, yerdə oturub qalxa bilmir. Bu artıq 40 yaşa çatanda xəstə olacağı deməkdir. Əgər o müddət ərzində onu önləyə bilsə, o məşqləri, idmanları eləyə bilsə, bəzən xəstəyə məsləhət görürəm ki, oturub durmaq lazımdır, bu hərəkətlər eləmək lazımdır, göstəririk. Deyir, doktor, mən oturanda dura bilmirəm axı, bəs mən neyniyim? Yəni, köməkdən istifadə eləmək lazımdır, biraz əziyyət çəkmək lazımdır. Amma onu eləmək lazımdır ki, gələcəkdə ağır artrozlarla, deformasiyalarla, çanaq əyrilikləri, fəqərası diz yırtıqları ilə üzləşməsinlər. Regionlara səfərimiz varmı? İnşallah 8-9 may tarixlərdə Gəncə şəhərində Gəncə Reabilitasiya Mərkəzində xəstələri qəbul edəcəyik. Qalan həftənin, hər həftənin 5-ci günü Sumqayıtda Doktoras klinikasında xəstələrimizi qəbul edirik 12-yə qədər, saat 12-yə qədər. Qalan günlərdə Vertex Revmatologiya Osteopatiya Mərkəzində xalqımızın qulluğundayıq. Doktor, mən təşəkkür edirəm, minnətdaram gəldiyinizə görə. Bir daha xatırladım, revmatoloq osteopat Əli Əlizadə studiyamızın həkim qonağı idi. Vertex Revmatologiya və Osteopatiya Mərkəzində müraciətlər qəbul olunur. Buyurun, müraciət edə bilərsiniz. Təşəkkür edirəm. Sağ olun. Qısa aradan sonra yenidən qarşınızdayıq. Xəstə sol dizdə olan ağrılarla müraciət edib, həm şişkinlik, həm ağrı, hərəkət zamanı ağrılar artır. Müayinədə nə görürük? Aşağı ətrafların uzunluğunda da, uzunluq əmsalında da fərq var. Bunun da səbəbi diz ağrısı ilə əlaqədar xəstə axsadığına görə ağırlıq mərkəzinin hamısı salır sağ dizinə və çanaqda asimetriya, əyrilik, çanağın torsiyası baş verib. Sağ dizdə kontraktura və şişkinlik müşahidə olunur. Diz axıra qədər
açılmır. Görürsünüz, həm axıra qədər açılmır, həm axıra qədər qatlanmır. Yəni həm fleksiya, həm ekstenziya, kontrakturası. İcazə verin. Qatlayanda da, ağrıyanda deyin. Xəstənin sağ dizində tamamilə maneəsiz hərəkət var. Amma sol diz, rahat olun, rahat olun. Getmir. Xəstə səsini də çıxartmır. Artıq buradan əli getməsi mümkün deyil. Sol dizin kontrakturalı artrozu. Görürsünüz, fəqərənin arxa çıxıntısı sağa doğru əyilib, cismi sola rotasiya uğrayıb. Bu adlanır fəqərənin sola rotasiyası, yəni burulması.